Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm əzizlər. Deməli, möminlərin də sualına əsasən istədim bir balaca sizlərlə bu mövzuda paylaşım edək. Deməli, səfərə çıxmağın ədəb qaydaları haqqında sual verilibdir. Təbii ki, Əhl-i Beyt əleyhissalam müəyyən göstərişləri var ki, insan səfərə çıxmadan qabaq hansı əməllər etməsi bəyənilir, yəni müstəhəbdir, hansı əməllər etməsi bəyənilmir, yəni məkruhdur. Ki, ümumi cəm etsək, bəli, Əhl-i Beyt əleyhissalamın bir neçə bu mövzuda tövsiyələri təbii ki var. Bu istər ziyarət səfər olsun, istər qeyri-ziyarət səfər olsun. Yəni bu mövzuda Əhl-i Beyt əleyhissalamın müəyyən göstərişləri var ki, onları etmək insan üçün dünya və axirət faydası verər. Biri budur ki, insan evdən çıxmadan öncə səfərə 2 rükət namaz qılsın. Sübh namazı ki, məsələn, adi qıla bilər. Qurbətən ilallah və namazdan sonra Allahdan xeyir dua istəsin ki, səfərin xeyirli, uğurlu olması və s. İmam-ı Zaman Əccəlallah fərəcəhə təvəssül etmək. İmam Sadiq əleyhissalamın buyurduğuna əsasən sədəqə ayırmaq. Çıxmamışdan öncə bir sədəqə ayırsın, ya çatdıra bilir, hətta sahibinə çatdırsın. Səfər duası oxumaq. Məsələn, Həzrət buyurur ki, bu duanı oxuyun. Bismillah, əməntu billah, təvəkkəltu alallah, maşəəllah, və la havlə və la quvvətə illə billah. Daha sonra İmam Sadiq əleyhissalam buyurur, cümə axşamı və şənbə günü səfərə çıxmaq bəyəniləndir. Yəni, yaxşı olar ki, bu vaxtlarda çıxılsın. Səfərdən öncə vəsiyyət eləmək, bu istəyir mal-mülk olsun, əmanət olsun, hansı bir haqqın çatdırılması olsun və s. Həmçinin müstəhəbdir ki, səfərdən öncə qüsul alılsın. Əqiq qaşlı üzük taxmaqdır. Səfər yoldaşları ilə mehriban və güləriz olmaq, səxavətli olmaq və səfər yoldaşlarını 3 işdə qabaqlamaq müstəhəbdir. Bunlar namaz qılmaq, səxavətli olmaq və çoxlu şükür etmək məsələlərində çalışmalıdır ki, şəxs öz səfər yoldaşları ilə öncə, belə deyək ki, yaxşı işdə bir növ yarışa girsin. Yəni, onları qabaqlasın. Və səfər yoldaşları ilə bərabər iş görsün. Yəni, öyle oturub onların əmək qüvvəsindən, işçi qüvvəsindən istifadə etməsin. Onlar etsin, bu isə istifadə eləsin, bu cür olmasın. Müstəhəbdir ki, əksinə onlarla bərabər o işdə bir pay olsun. Namaz vaxtı çatanda namazı vaxtında qılmağa çalışsın. Hicri qəməri təqvimlə ayın 3-cü, 6-cı, 13-cü, 16, 21, 24, 26-cı günlərində səfərə çıxması məkruhdur şəxsin. Və bu günlərdə səfərə çıxmaması daha yaxşıdır. Amma zərurət olsa və işi olsa, hətta təbii ki, məkruh olduğu üçün, yəni adi belə halda da bir zərurət olmasa çıxa bilər. Amma o kərahəti aradan aparmaq üçün ki, hansı bir mənfi təsir olar, bu istər mənəvi də ola bilər, maddi də ola bilər. Bunun təsirinə görə sədəqə ayırıb, ayət-ül kürsü oxuyub səfərə çıxa bilər şəxs. Və həmçinin ay əqrəb bürcündə olsa səfərə çıxmaq bəyənilmir. Və Peyğəmbər sallallahu aleyhi və aleyhi həmçinin var ki, adabında səfərə çıxarkən 5 əşyanı özü ilə götürərdi. Güzgüdür, sürmə qabıdır, misvaqdır, daraqdır, qayçıdır. Qabaq, yəni ön hissəsinə sağ və sol tərəfinə şəxs səfərə çıxmadan öncə ayət-ül kürsü və Fatihə surələrini oxuması müstəhəbdir. Evin qapısında çıxmamışdan öncə dayanıb xanım Zəhra salam aleyhanın zikrini demək müstəhəbdir. İxlas surəsini 11 dəfə oxumaq müstəhəbdir. Qədirdir, Nasdır və Fələq surələrini oxuyub əlini bədəninə və yaxud da malına ki, çəkməsi bəyəniləndir. Həmçinin bu halda sədəqə də ayırması müstəhəbdir. İmkan daxilində səfərə tək getməməkdir. Məsələn, bəyənilir ki, insan səfərə tək getməsin, bir səfər yoldaşı olsun. Təbii ki, səfərə də tək getsə, bu duanı oxunması tövsiyə edilir ki, maşəəllah, la havlə və la quvvətə illə billah. Allahumma anis vahşəti və ayinni ələ vahdəti və addi qaybəti. Həmçinin miniyə minəndə Bismillah və Allahu Əkbər zikrini demək müstəhəbdir. Yolu gedən zaman, yol əgər üzü aşağıdırsa, Subhanallah, üzü yuxarı qalxırsa, Allahu Əkbər zikrini demək müstəhəbdir həmçinin.
İnsan qalmaq istədiyi yer ki, çatdı, məsələn, o məkanda ki, qalacaq, bu zikri, o duanı oxuması müstəhəbdir. Allahümmə nəzzilni munzilən mübarəkən və əntə xayrul munzilin. Və həmçinin o məntəqədə, mənzildə, ünvanda oturmamışdan, məskunlaşmamışdan qabaq daxil oldu, 2 rükət namaz qılsın və bu duanı oxusun. Allahümmə rzuqna xeyra hazihil buq'a əiznə min şərrihə Allahümmə t'imna min cehanə və əiznə min vəbhə və həbbibnə ilə əhlihə və həbbib salihi əhləhə iləyna. Ki, bu duanı oxuması müstəhəbdir. Qayıtmaq istədikdə, şəxs ki, səfərdən istəyir geri dönsün, yenə də 2 rükət namaz qılması müstəhəbdir. Allahdan qorunmağını istəsin, dua etsin, əmin-amanlıq istəsin və bu duanı oxuması da müstəhəbdir, tövsiyə olunur. Əssəlamu alə mələikətillahil hafizin, ibadillahis salihin və rəhmətullahi və bərəkatuh. Və həmçinin o ki, səfər müddətində, gedişdə, gəlişdə boş vaxtları oldu, şəxsin dualar etməsi ümumiyyətlə müstəhəbdir. Və əgər şəxs səfərdə yolunu azsa, ciddi bir çətinlik və müşküllə qarşılaşsa, fərəc duasını oxuması, İmam Zaman Əcəlallah fərəcəhə təvəssül etməsi, yaxud da ya Əba Salih, ya Məhdi, ədrikni deməsi müstəhəbdir. Allah səfərləri xeyirli, bərəkətli eləsin, ziyarətləri qəbul eləsin. Allah Teala bu müstəhəb əməllərin də feyz və bərəkətindən bizləri binəsib etməsin inşallah.